Salam əziz vətənlər, dəyərli dostlar, hörmətli xanımlar və bəylər, xoş gördünüz, axşamınız xeyir olsun. Bugün 26 may 2025-ci ildir, 163 min gördüyünüz kimi 517 kişi olmuşuq. Eşq olsun. Yeni qoşulanlara xoş gəldin deyirəm, bizə göstərdiyiniz etimada görə təşəkkür edirəm və hamımızın nəzərinə çatdırıram ki, 2 gündən sonra Azərbaycanın müstəqillik bayramıdır. Bu bayrama siz necə hazırlaşırsınız, dövlətimiz necə hazırlaşır? Bu arada kim nə bilir, ətrafı danışacaq və çox xahiş edirəm, indidən bəyənin, paylaşın, hamıya xəbər verin ki, bugünkü verişimizi izləsinlər. Bugünkü qonağım olacaqdır Ənvər Ağamalızadə ağsaqqalımız. Ənvər bəy, xoş gördük sizi. Ənvər, mikrofonunuz sizin bağlı deyə heç nə eşitmək olmur. Aydındır. Mən sizi də, tamaşaçıları da salamlayıram. Allah'ın salamı olsun hamımıza. Bütün vətənsevərlərə, millətçevərlərə, hamısına salamlar olsun. Aleykümselam. Ənvər bəy, 2 gündən sonra bilirsiniz ki, 28 Maya qeyd eləməli. Azərbaycan Xalq Parlamenti də buna ciddi hazırlaşır. Tərəfdarların dəvət edən bu heykəlin yanına getməyə, həmin günü qeyd eləməyə. Sizin bu barədə fikirləriniz, məsləhətləriniz, çağırışlarınız, buyurun. Demək, belədir. Bu 1918-ci il may ayının 28-i tarixə həqiqətən qızıl hərflərlə yazılmalı bir tarixdir. O tarixi unutmaq olmaz. Görürsünüz, ulu öndərimiz Məhəmməd Əmin Rəsulzadə də deyir, sən mənimsən, durduqca bədəndə can, yaşa, yaşa, yaşa Azərbaycan. Bəli, həmin gün Xalq Cumhuriyyətinin yaranması bütün dünyaya elan olundu. Yəni 1918-ci il may ayının 28-i. Bu bütün şərqdə və müsəlman aləmində ilk konstitusiyalı Türk Respublikası idi. Respublika elan olunandan Məhəmməd Əmin Rəsulzadə kənarda idi, Batum'da idi o vaxtı. O qiyabi olarak Milli Şuranın sədri seçildi. Azərbaycan Xalq Cumhuriyyəti Tiflisdə yaradıldı və sonra Gəncəyə köçürüldü. Erməni daşnaqları və Rus şovinistləri hər vəçlə demək bu cumhuriyyətin yaranmasına mane olurdular və öz düşmənçiliklərini yerli yerində etmək istəyirdilər. Bu aydındır ki, bütün tarixçilər bilir, siz məndən də yaxşı bilirsiniz. 1918-ci ilin sentyabrında qardaş Türk qoşunları Bakını və ümumiyyətlə Azərbaycanı erməni daşnaqlarından və Rus şovinistlərindən təmizlədi və bundan sonra demək Xalq Cumhuriyyəti köçdü Bakıya və Bakıda öz fəaliyyətini davam elətdirdi. Bu hamımız üçün aydındır. Çox təəssüf ki, elə Azərbaycan Xalq Cumhuriyyəti yaranan gündən onun elə düşmənləri də özü ilə bərabər yaranmağa başladı. Günü-gündən düşmənlər artmaqdaydı. Odur ki, Cumhuriyyətin ömrü cəmi 23 ay davam etdi. Cumhuriyyət 23 ay qeyri-bərabər qüvvələrlə vuruşa-vuruşa özünün varlığını əsrin bəbəklərinə sanca bildi. 1918-ci ildə ucalan 3 rəngli bayrağımız 70 ildən sonra yenidən rəhmətli Əbülfəz Elçibəy tərəfindən Bakı səmasında yenidən dalğalanmağa başladı. Doğrusu Məhəmməd Əmin Rəsulzadə və onun o zamanki Cumhuriyyət qurucuları, onun silahdaşları haqqında saatlarla danışmaq olar. Bunu tarixçilər daha gözəl bilirlər, daha gözəl danışa bilərlər. Məndən də yaxşı. Ancaq mən elə bu yaxın tarixə istəyirəm ki, tamaşaçıların nəzərini çatdıram. Buyurun. Mən bir qədər Əbülfəz bəyin
prezidentliyinin zəbt edilməsindən sonraki dövr haqqında bir neçə kəlmə demək istəyirəm. Bəli, Əbülfəz bəyin hakimiyyəti zorla Əliyevlər tərəfindən zəbt olundu. Bu hamımız üçün aydındır. O dövrdən bəri 30 ildən artıq müddət keçir. Elə bir vəziyyət yaranmışdır ki, hakimiyyət də, dövlət də, polis də hamısı yalnız Əliyevlərə və onun yaltaq zümrəsinə xidmət edir. Ölkədə cinayətkarlıq, özbaşınalıq, yersiz repressiyalar baş alıb gedir. Necə deyərlər, ölkədə doğru söz deyəni dili kəsilir. Doğru söz deyən hər kəs şərlənərək həbs olunur. Təsadüfi deyildir ki, indi bu dəqiqə 400'ə qədər siyasi məhbuslarımız bu dəqiqə zindanda çürüyür. Bir 15'ə qədər mətbuat nümayəndələri, xüsusilə o cavan qızlarımız demək, həbsxanada məhbus həyatı yaşayırlar. Bütün azad media susturulubdur. Yaşamaq üçün mütləq Əliyevləri tərifləmək lazımdır. Hər yan Əliyevlərin şəkilləri və heykəlləri ilə doludur. Hamı hər bir heykəlin qarşısında 2 qat əyilməli, hər kəs onlara təriflər yağdırmalı və onları öyməlidir. Elə bir ki, heykəllərə baş əyməklə biz artıq bütpərəstə dönmüşük. Məhəmməd Füzuli rəhmətliyin bir beyti var, deyir, heyrət eybi surətin gördükdə lal eylər məni, surəti halın görən surət xəyal eylər məni. İnan ki, o bütlərin qabağından keçəndə adamın özü bütə dönür. Bəli. Və bu haqda mənim özümün də fikrim var. Məddahlıq eləməlisən ki, bu hakimiyyətdə yaşaya biləsən. Məddahlıq eləməlisən ki, bu ölkədə yaşaya biləsən. Yaltaqlıq eləməlisən ki, bu ölkədə yaşaya biləsən. Məddahlara, yaltaqlara olmuş hər an geniş meydan. Çoxaldıqca rəhbərlərə şeir yazan, mahnı yazan, yoxu yazan, pozulubdur haqq ədalət, pozulubdur ölçü, mizan. Dönürüksə hansı səmtə, hansı yana? Rəhbərlərin şəkilləri, məktəb, muzey, kitabxana rəhbərlərin şəkilləri, məmurların otağında, gah solunda, gah sağında, bəzən hətta qucağında rəhbərlərin şəkilləri. Küçələrdə, meydanlarda, eyvanlarda, dalanlarda rəhbərlərin heykəlləri. Heykəllərə baş əyməkdən, donqar olub belimizdə, susa-susa, qorxa-qorxa, lal olubdur dilimizdə. Susa-susa, qorxa-qorxa, lal olubdur dilimizdə. Bəsdir, yetər, susmaq ağır, susmaq yaman. Qalx ayağa uca millət, yetişibdir artıq zaman. Heykəlləri aşırmağın zamanıdır. Azadlığa yol açmağın zamanıdır. Susma, ucalsın səsin, qisməti var hər kəsin. Bu lazımsız bütlərin, lazımsız heykəllərin, vur, dağıt, əz kəlləsin, la belə üz kəlləsin. Susmaq ağır, susmaq yaman. Qalx ayağa uca millət, yetişibdir artıq zaman. Qalx ayağa uca millət, yetişibdir artıq zaman. Heykəlləri aşırmağın zamanıdır. Azadlığa yol açmağın zamanıdır. Azadlığa yol açmağın zamanıdır.
Bəli, mən milləti, insanları səsləyirəm. Bu geniş tribunada səsləyirəm. Bəsdir yatdıq. Bilirsiniz, bu Facebookda və müxtəlif kanallarda deyirik, danışırıq. Düzdür. Siyasi məhbuslara azadlıq yazırıq. Siyasi məhbuslara azadlıq deyirik. Amma görün, elə bil bunun bir nəticəsi varmı? Əzəl axır millət ayağa qalmalıdır. Mən o günləri parlamentin iclasında yoldaşlardan biri deyir ki, Ənvər müəllim deyir ki, istefa. Bəs istefa deməyək, nə deyək yaxşı? Nə deməliyik, qardaş? Qurban müəllim, nə deməliyik? Bəs necə elə oturaq, elə ümumiyyətlə, elə vəssalam, bizi əssinlər, əysinlər, sındırsınlar, biz də dinməyək, eləmi? Bax, sizə bir söz deyim. Demək, siz, Allah sizə kömək olsun, o tərtər hadisələrini araşdırırsınız. Sizin böyük zəhmətiniz var. İndi o tərtər hadisələri mənim nəzərimdə 1969-cu ildən bəri gəlir. Bəli, Heydər gələndən Azərbaycana bəla gəlir. Şıxəli Qurbanov muammalı şəkildə qətlə yetirildi. Hələ də onun cinayətinin üstü açılmayıbdı. Ondan sonra gör neçə adamlar, məsələn, o Daxili İşlər Nazirliyində olan o nazirlər qətlə yetirildi. Hələ də onların ümumiyyətlə muammalı şəkildə niyə öldürüldü, necə öldürüldü? Hələ də onun üstü açılmayıbdı. Neçə jurnalistlərimiz qətlə yetirildi. Ziya Bünyadov qətlə yetirildi. Afiyəddin Cəlilov qətlə yetirildi. Hələ də onların üstü açılmayıbdı. Siz hüquqşünassınız, mən bəlkə səhv deyirəm. Açılıbdı onların üstü. Yox, hamısı. Cəbhəkarlar müəyyən olunubdur. Xeyr. Çünki hakimiyyət yalnız bilirsiniz, o Şirməmməd Hüseynov rəhmətliyin gözəl bir sözü var idi. Allah ona rəhmət eləsin. Deyir ki, Məmməd Əmin Rəsulzadə dövlət yarattı. Dövlət. Amma Heydər Əliyev hakimiyyət yarattı. Və bu hakimiyyət də yalnız və yalnız ancaq o nəslə, Əliyevlər nəslinə, Paşayevlər nəslinə xidmət edir. Bax, məsələ burasındadır. Hələlik Qurban bəy, mən indi görürsünüz, azadlığa yol açmağın zamanıdır. Bax, budur. Bəli. Sağ olun. Açmağın zamanıdır. Bəli.